Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq Şamaxı rayon şəhərdaxili yolların bərbad olması ilə bağlı dəfələrlə çəkiliş etmişik. Lakin heç bir nəticə vermədiyi üçün hazırda təmir bərpa işlərini özümüz edirik. Hörmətli sakinlər, bu bir dərd deyil, məmur özbaşınalığıdır. Biz də sizin dərdinizə şərik oluruq. Biz gəlmişik şəhərdaxili yolların təmir bərpa işləri üçün şeybən almağa. Bu Şirvan küçəsidir, icra hakimiyyətinin düz üstünə gedən küçədir. Bu işlər yoldur pastayanlı. Harısı 2 ildir bu yol dağılıb. O kanalizasiya da dağılmış, o da gördüyünüz su vəziyyətdədir. Düzəltmə əvəzində hələ də qalır. İndi mümkünsə bura düzəlsin də. Ondan xahiş olunur ki, bu yola bir əndam çəkilsin. Köhnə Hamam məhəlləsi kimi tanınan Şirvan küçəsi Şamaxının qədim və tarixi küçələrindən biridir. Yolların yararsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olur. Allaha and olsun, bu küçədən getmək olmur. Məcbur o biri küçə, bir balaca münasib o biri küçədir. Dağılır maşın. Bax, bir balaca yer qalıb, 20-30 metrə yerdə baxan yoxdur. Neyniyək bunu? Nətər eləyək, kimə deyək?